Suraxanıda rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar görüşlər davam etdirilir. Fevralın 18-də rayon icra hakimiyyətinin başçısı növbəti dəfə 97 nömrəli tam orta məktəbdə Əmircan qəsəbəsinin sakinləri ilə görüşüb. Suraxanı rayon icra hakimiyyətinin başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə rayon icra hakimiyyətinin müavini, şöbə və sektor müdürləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.